Salam hörmətli izləyicilər. Bugün sizə OTİKanın birinci sınağının dil qaydasına aid 4-cü sualı izahını vermək istəyirəm. Bu da asan sualdır, amma bunu da səhv yazan şagirdlərimiz var. Yerinə görə amonim kimi işlənə bilən sözlər müəyyən edin. Bizə lazımdır uşaqlar amonim. 1. Xeyir. Bu xeyir sözünü biz xeyir sözü ilə qarışdırmamalıyıq. Çünki burada bir sayt artıqdır. Ona görə bu xeyirlə digər xeyir amonim ola bilməz. Bunu çıxırıq. Xəzər. Xəzər sözü baxmayaraq həm dəniz, həm də oğlan adı ola bilər. Amma xüsusi isimlər bildirən sözlə amonim ola bilmədiyi üçün ikisini də çıxırıq. Kütlə. Kütlə sözü iki cür işlənə bilər. Bir işlənə bilər çəki mənasında, bir də insan kütləsi mənasında. Ona görə də bu amonimdir. 4. Şan sözü də iki cür işlənə bilər. Bir var şan, şöhrət mənasında, bir də var arının şanı. Ona görə bunu da götürürük. 5. Bəstə sözü də iki mənada işlənir. Bir işlənir bəstə sözü mahnı mənasında, bir də işlənir bəstəboy mənasında. Bu da oldu amonim söz. Amonim söz oldu 3, 4, 5. Bu da uyğun gəldi Y bəndinə. Videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Sağ olun.